Bismillahirrahmanirrahim. Keçən dərs biz təqliddən danışdıq, təqlidin zəruriyyətindən danışdıq və kimə təqlid etmək lazımdır ondan danışdıq. Bugün isə biz təklifdən danışacağıq ki, yəni hansı şəxs mükəlləf sayılır? Yəni hansı şəxsdən Allah nəsə istəyir? Yəni hər bir şəxsdən Allah nəsə istəmir. Və təklif olmaq üçün də, mükəlləf olmaq üçün də birinci şərt budur ki, ağıl insanda aqil olmalıdır, yəni ağıl sahibi olmalıdır. Yəni məsələn dəlilərdə mükəlləfiyyətlik yoxdur, təklif götürülüb. Dəlidən Allah namaz istəməz, oruc istəməz. Və uşaqlar məsələn, uşaqlar təklif yaşında deyirlər deyə, təklif halında deyirlər deyə Allah bunlardan nə namaz istəyər, nə oruc istəyər. Düzdür, indi müməyyiz uşaq fərq eləyir. Müməyyiz budur ki, yəni yaxşını pisdən ayıra bilən. Şərən bunun boynunda belə deyək də, namaz olmasa da belə, şərən bundan oruc tələb olunmasa da belə, bəzi şeylərdə müməyyiz uşaq bəzi işləri görə bilər. Məsələn, belə deyək də, müməyyiz bir uşaq ola bilər ki, məsələn, namazı Allahla bəndə arasında olan bir ünsiyyət olduğunu başa düşə bilir, amma müamilə məsələsini tam olaraq dərk eləyə bilmir. Bu namaz qılsa namazı yerindədir. Və yaxud fərz elə ki, namaz məsələsini tam buna çatmır. Yəni Allahla bəndə arasında bir ünsiyyətdir. Bu cür çatmır, amma müamilə məsələsini başa düşür ki, iki şəxs arasında bir alış-verişdir. Bu məsələn müamilə məsələsində məsələn vəkil kimi vəkil ola bilər müməyyiz bir uşaq. Əlqərəz təklif üçün ilk şərt aqil olmaqdır, ağıl sahibi olmaqdır. Və sonra qüdrət, həmin Allahın qoyduğu qanunları icra eləmək üçün bunda qüdrətin olmasıdır. Qüdrət icra eləməyə taqəti ol. Məsələn, adam var xəstədir fərz eləyə, bundan Allah oruc istəmir. Bundan artıq oruc götürülüb. Gərək Allahın hökmlərini icra eləmək üçün bunun bir qüdrəti olmalıdır. Və digərdə hədd-i-buluğdur. İnsan hədd-i-buluğa çatarsa, təklif mükəlləf hesab olunur. Hədd-i-buluğun da əlamətləri var. Xanımlarda qəməri təqvimi ilə 9 yaş və ya 8 yaş yarım götürülür. Oğlanlarda da 14 yaş yarım ya 15 yaş götürülür və oğlanlarda birinci yaşdır. Məsələn, əgər 14 yaş yarım ya 15 yaş olubsa, bu artıq hədd-i-buluğ hesab olunur. Və yaxud qarnının alt hissəsində və cinsiyyət orqanının üstündə kobud, cod tüklər bitibsə, bu hədd-i-buluğun əlamətidir. Və yaxud üzdə və dodağın üst nahiyəsində qalın tüklərin çıxması hədd-i-buluğun əlamətidir. Və yaxud istər məsələn ayıq halda ya yatmış halda bundan əgər məni ifraz olarsa, həmin oğlanın təklif hədd-i-buluğa çatması deməkdir. Yəni bu sadaladığım bu şərtlərdən biri olarsa, məsələn fərz elə ki, bunun nə məni bundan ifraz olur, nə bunun dodağın üst tərəfində ya üzündə bir tük çıxıbsa, ya belə deyək, bu şeylər yoxdursa, bir dənə gəldi məsələn 14 yaş yarıma ya 15 yaşa çatdısa, bunu biz artıq hədd-i-buluğ hesab eləyəcəyik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.